Necəsiz? Çox sağ ol, xoş gəlmisiniz. Adınız Buludxandır. Buludxan, bəli. Buludxan, nə gözəl addır Buludxan. Ata-ana verən addır da, yaşayırıq. Bu əvvəllər bu kişilərə yaxşı ad qoyurdular. Hə, əlbəttə. Yəni, mənə neçə yaş verərsiniz? Mən sizə deyim neçə, 55. Ay, sağ ol, 74 yaşım var mənim. Ciddisən? Buludxan canım. Buludxan canım. Amma bilmirəm buranın havasındandır, suyundandır. Yoxsa ən çox balıq mı istifadə edirsiniz? Qızı da böyüyən adamam. Qızıla böyüyən. Dağlılardan. Amma maşallah dəmir kimi adamsan. Yox, yaşamışam. Elə deyirlər də. Hə, yaşamışam, hə. Yaşamısınız. Allah can sağlığı versin. Axırınızı xeyir eləsin. Neçə nəvə var? 15. 15 nəvə var, maşallah. Bəli. Neçə övladınız var? 2 nəticəm var. 2 nəticəniz var. Bəli. Övladınız neçə? 5, 3 qız, 2 oğul. 3 qız, 2 oğul. İndiki dövrdə bu bir dənə, 2 dənə uşaqla deyirlər bəsdir artıq. Biz elə Nətər baxsana bu. dala qaldıq biz dala qaldıq. Hə, biz dala qaldıq. O 10 uşaq olurdu, 11, 12. Təsərrüfatla məşğulsunuz. Bəli, təsərrüfatla. Nədir o təsərrüfat? Əkinçilik. Əkinçilik. Bəli. Əkinçilik. Nə əkirsiniz? Arpa, buğda, yonca. Yaxşı pul var. Pis deyil. Yaxşıdır. Şükür. Sağ olsun Şükür. dövlətimiz. Belə texnika verəndən sonra bizə də onu biz əkməliyik də. Bax, o texnika sizi düşünərək biz gəldik. Bizim üçün dəyərli sponsorumuz Prior Leasing şirkətidir. Çox sağ olun. Əlbəttə. Pilot da çox sağ olsun. Bax, bu hədiyyəni sizə Bakıdan Prior Leasingdən göndəriblər. Çox sağ olun, çox sağ olun. Onlar hər zaman fermerlərini düşünür. Dedi ki, siz də gedəndə bizdən traktor alıblar, istifadə ediblər. Siz də gedin onları biz baş çəkin, biz də dedik o baş üstə. Çox sağ olsun.